İslamın tarixində Peyğəmbərin dövrü və Peyğəmbərdən öləndən 200 il vaxt əsr saadət adlanır. Əsr saadət nədir? Saadət əsri. Yəni, elmin, mədəniyyətin, rifahın ən yüksək olduğu vəziyyət. Həmin dövrdə İslamın dünyaya təqdim edən bütün görkəmli alimlər olaq heç kim. Fərabidir, Kindidir, İbn Sinadır, Birunidir, Hülakidir, Nəsrəddin Tuzluyəm ki, o qədər İslam mədəniyyəti, İslamın bütün Avropa bunun təsiri altında olur. Elə ki, xurafat dini sıxışdırmağa başlayıb, elə ki, siyasi hakimiyyət, dini hakimiyyətdən uzaqlaşıb, bizdə İslam hansı ölkəyə getdisə, orada işıqlanma yarandı, elm başladı inkişaf eləməyə, mədəniyyət başladı inkişaf eləməyə, xalqlar arasında ünsiyyət başladı inkişaf, dünya görüş artdı və s. və s. Və qərar verildi ki, İslam ölkələrini çöktürmək lazım. İslamı biz ondan götürək. sonra biz xristianlıqdan və Yahudidən gələn xurafatı qəbul elədik. Xristianlar bizlə, dinimizlə tanış olandan sonra İbn Sinanın tibb kitabı son vaxtlara qədər Avropa ölkələrində tədris olunur. Birunun kitabları tədris olunur Oxfordda, Cambridge'də və s. və s. Azərbaycan xalqı, müsəlman xalqıdır. Bu alimlərin kitabının xəbəri yox.